Paklava. En sevdiklərimizdən. Sən amma mən qədər sevmirsən paklavanı. Mən daha çox sevirəm, amma məncə bunu sən də bəyənəcəksən. Buranın paklava və lokum çeşidləri o qədər gözəl təqdim edilirdi ki, bizə də çox maraqlı idi. Ona görə də biz də sınamaq üçün paklava və lokumlar sifariş etdik. Həqiqətən hər birinin görüntüsü o qədər gözəldir ki, indi dadlarını da sınayıb sizinlə bölüşəcəyik. Amma əvvəlcə görüntüsünü göstərmək istədim ki, necə səliqəli hazırlanıb hər biri. Bu çox dadlı. Bir-iki dəfə yemişəm, amma bu qədər dadlı deyil. Bu mənə daha maraqlıdır. Əsl çayla belə içməli. Axtardığımız lokum buymuş. Çox qəşəngdir. Mən belə təsəvvür eləmirdim. Paklavanı ev bəyəndi ki, mənə çox maraqlıdır. Doğrudan da dadlı pax ürəyim getdi.